Elnur doktor, uşağın dilinə baxaraq ürək problemi barədə şübhələnmək mümkündür? Bəli, şübhələnmək mümkün. Dil və dodaq hamısı birlikdə olduqca ağız kənarları qəbul edilsək, göyərmə olursa, o uşaqlarda yəni ürək qusuru və ya ürək xəstəliyinin əlamətləri olması açısından dəyərləndirilib müzakirə etmək dəyər. Pediatrik kardiologiyada son 10 ilin ən böyük yenilikləri hansılardır? Pediatrik kardiologiyada son 10 ilin yeniliyi artıq invaziv müalicəyə alı-başı gedir. Demək olar açıq ürək əməliyyatların 30, 40, 50%-in qədər artıq biz əhatə edirik. Bu dəqiqə ən müasir şey pulmoner qapağın implantasiyası, suni qapaq uşaqlara yeridilməsi, yəni kəsi olmadan, cərrahi müdahale olmadan həyata keçirilməsidir. Bu tür videoları davam etdirmək istəyir dəyərli izləyicilər, xahiş edirəm səhifəmizə abunə olun. Şərh bölümünə ancaq və ancaq məntiqli suallarınızı verin. Çünki mən uşaq kardioloqam, digər ixtisasları və sosial faktorları suallarınızı cavablandırmıram. Yəni ixtisasımıza aid bir suallarınız varsa yaza bilərsiniz. Vaxtım olduqca cavablandırmaya çalışacağam. Hörmətlə Elnur İmanov.